Nərmin və Elnur canlı yayım zamanı izləyicilərin reaksiyasına səbəb olan zarafatları ilə diqqət çəkiblər. Onların səmimi söhbəti və bir-biri ilə zarafatlaşması sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Elnur hardadır? Gəldi yanımda. Qoca Qartalı Elnur deyirsən, adı Qoca Qartalı. Necəsiz, nə var nə yox? Salam olsun şəfqətinizə, elinizə. Uşaqların hardadır? Burada. Biri burada, biri də yuxarıda. Can nənə. Salam ver, salam ver. Salam ver ki. Əleyki salam, əleyki salam. Üçün eləməcək qorxuram. Az bəsdi görək də, təşəkkürlər var olasınız. Hansı prosedurlar var hamısından? Zəqqıçanı, cüngıçanı. Allah saxlasın, təşəkkür edirəm. Yemək yersən, pomidor yumurta var sazın üstündə. Elə yemişəm, düt deyən. Nahid, orada da olmalıdır. Bax, 8 manat pul sərf etmirəmsə, 4 dənə indi göy satdım. Eşat, çox sağ ol. Bax, bilmirəm, o plyonkanın altın zadın qaldır, oralıqda pul olmalıdır. Onu da verin Nura, xahiş edirəm. Pulu verin hədiyə. Hədi yıxsın pulu. Axırda da gün sonu mənim kitabımın pulum ver. Sən elə canım. Açaram, deyərəm ki, ərim məni eşşək kimi işlədir. Elə canım. Deyirəm də sənə. Səni ondan ötürü almışam. Bilirəm, ondan ötürü almışsan, şübhəm yoxdur. Bilirəm, narahat olma. Onda belə çıxır ki, sən mənim çörəyimi yiyirsən də, mən sənin çörəyi yemirəm. Yox, orada söhbətdə səhvsən. Xeyr, səhv deyiləm, nötər. Allah sən ər çörəyi yemək qismət eləsin deyirlər. Hardadır? Dedi qabağında, mən çörəyim. Qənd mənimdir, çaynik mənimdir, stəkan mənimdir, stol mənimdir, tuz mənimdir, hamısı mənimdir. Bu məndir. Bir də kim səndir? Bu məndir. Hamısı mən. Yox, nə olsun ki, onda belə çıxır ki, onda mən sənin çörəyi yeyirəm. 100%. Heç bir şey, keçsin. 100%. Daha sözüm yoxdur. 100%. İçinə, canın sağ ol. Milyon faiz. Əmin ol ha. Bir qoca qartal. Qoy. Boyun elə o boyda qalsın. Yara bilirsən, erkəksən. Çətin olmur sizi əlcəklə, xeyr xanım. Mən gedirdim ayda bir dəfə Bakıda, 8 il burada davamlı işləyəndə. Dırnaqlarımı düzəltdirib, gəlib yenə əlcək geyinirdim. Gedirdim 1 qram dolğu vurdururdum dodağıma, üzümə, gəlib yenə qutab pişirirdim. 3 dənə qarın. 3 dənə göy. Pendir. Yağlı pendir. Tək pendirli. Pendir gətizdirin mənə. 3 dənə tək pendirli. 3 dənə 10 verdilər. Verdi Nahid, verdi. Pendir. Mama, pendiri əz. Qurban olaram. Biraz tezleştirip fark edin. Baş üstə 3 dənə pendir, sadə pendir. 3 dənə göy, 3 dənə qarın. Süt. Sən nə istəyirəm mama? Bu xəmirin üstünü ört mənim üçün. Bu üstünü ört. Mənim uşağım niyə ağlayır? Az orada cücü vardı, mən çağı dişçə gedək bax. Mən gedincə cücü uçurdu məndən. Da niyə nəsin cücü uçur da? Hələ Bakıda çıxanda dedim ki, bax orada çərtki olur, əğrızı yapışır, pis olur, nə bilim o pis, ay hörümçək olur. Xeyri yoxdur ki uşaqlara. Ay bala, sizin anavuz ağacda böyüyüdü. 3 dənə tək pendir. 3 dənə göy, 3 dənə qarı. Çox güzel. Kızlar, mənim üçün ekranı tıklayın, xahiş edirəm. İndi oxuyacağım sualları. Ünvan İsmailliyə çatmamış. Ağsuyun Sandalan kəndi. Bax, 3 dənə göy. Düzdür, qarını ən axırda pişirəcək. Bir də 3 dənə pendirli. Birləşdi, çox böcək hara uçdu getdi. Gel bura, mən o böceği tapacağım.